Xanımlarda bikini nahiyəsində olan qaralmadan, qoltuq altında, dizdə, dirsəkdə, sinə altında olan qaralmalardan azad olmaq istəyirsinizsə, bax bu videonu diqqətlə dinləyin. Bəylər də istifadə edə bilər, xanımlar da. Bədənin istənilən yerində olan dəri tonunun çökməsi, yəni dərinin qaralması. Bu qaraltılardan azad olmağın bir dənə yolu mən sizə indi göstərəcəm. Ekrandakı qırmızı plusa basaq xahiş edirəm. Aptekə yaxınlaşın, bir dənə Seboramirin sabununu alın. Seboramir sabun cəmi 2-3 istifadə yetərli olacaq ki, o qaralmalar sizdə qalmayacaq. Məhsul gözəl şəkildə qablaşmada satışdadır. Məhsulun qiyməti münasibdir, keyfiyyəti isə zəmanət verirəm. Çox gözəl keyfiyyətə sahibdir. Məhsul gördüyünüz kimi sulfatsız. Yəni ki, dəriyə, bədən dərimizə ziyansız. Səpki vermir, qızartı vermir, qaşınma vermir, sulfatsızdır. Bütün dəri tiplərinə uyğundur. Tərkibinə baxırıq indi. Tərkibi gördüyünüz kimi bura yazılıbdır. Xlorgeksidin, dekspantenol və gliserin. Bax, bu 3 tərkib möhtəşəm bir tərkibdir. Sırf dəri problemləri zamanı. Əlavə olaraq Seboramir sabunun əlavə göstərişi Seborreya. Saç diblərində olan sızanaq, qaşınma. Bax, bu problemlər zamanı Seboramiir sabun həm bəylər, həm xanımların tək vasitəsidir. Alın, saçınızı yuyun bu Seboramirlə, bədəninizi yuyun. Xanımlar, bikini nahiyəsini yuyun. Görün o keyfiyyəti, görün o effekti. Mən sizə zəmanət verirəm ki, bax bu sabunla sizdə olan o qaralma problemi qalmayacaq. Daha o kompleks yaranmayacaq sizdə. Bilirəm, xanımlar bəzən kompleks eləyir, bu kompleks artıq sizdən çıxıb gedəcək. Alın, istifadə edin, keyfiyyətindən yararlanın. Hansısa aptekdə tapmasaz, əczacımıza deyin, gətirəcəklər. O da olmasa, bizə yazın, biz sizə göndərərik.